Hamıya salam aleyküm dostlar. Sizlə Zoni və bu günləri görürsünüz ki, qapının ağzındayım. Nəyə görə? Çünki tələsirəm. Yatıb qalmışam. Yeməyimi də yeməmiş. Dedim tez bazar əynimi gedim, çıxım gedim orada yeyərəm cəhənnəm. Çünki mən söz vermişdim ki, abunəçilərimə tez-tez videolar paylaşacağam. Yenə bu kutka mənim ömrümü yedi. Bilirəm, bezdiz. Məndən də bezdiz, bu kutkamdan da. Kutkanın səsi mikrofondan verir. Hər şey yığıbsan sumkaya. Plavki. Alt paltarı. Tapşka. Dəsmal və əsas dəsmal qoyubsan. Əla. Sumkamızı da götürürük, çıxırıq cəhənnəm oluruq, gedirik akvaparka. Fevral ayıdır, fərqi yoxdur Moskvada, qardır, nədir? Burada akvapark var. Sonra deyirsiniz ki, Moskva yoxsa Bakı. Конечно, Moskva qırış. Ürəyin istədiyin hər bir şey, hər bir fəsildə eləyə bilirsən. Ürəyin dəniz istəyir, ged o bir şəhərinə, ged orada dəniz var. Daşı okean da yaşıyorsun. O qədər küləylənmir. Mən o şey geyinib gedirəm, taksini də vurmuşam. Mənə gözləyir. Çıxım gedim. İnşallah bu video xoşunuza gələr. Baxın ha, Johnny yemək yemədi. Durdu srazu, əynini geyindi, hər bir şey hazır. Çıxıb gedir sizin üçün video. Siz nə etməlisiniz? Videonu like edib kanala abunə olmalısınız. Kişi, yenə abunə olmayanların sayısı 71%-ə qalxıb. 69-a düşmüşdük, düzdür o da pis rəqəmdir. 68 olsaydı ondan yaxşı idi. Amma 71-ə yenə qalxdı, ucu gedir yuxarı. Ona görə də indidən abunə ol. Yadınızdan çıxırım, mən sizi qınamıram. Abunə olun kişi. Gedirəm bu danışarıq. Beləliklə çıxdıq yola, dedim 2-3 saniyələ də olsa Moskvanı görəsiz. Və yarım saat sonra çatdıq Marion'a. Marion'da deməli uşaq üçün əyləncə mərkəzləri, restoranlar və bowling otağı var. Gəldik, çatdıq. İndi girim biraz çimim, sizə də göstərim içərini. Burada içəridə elə də çəkiliş olmaz, ona görə çalışdığım qədər ehtiyatlı olacağam və səsləndirmə ilə edəcəm. Onu da deyim, çünki bir yadımdan çıxmışdı. Burada yoxlanışdı. Sumkanızı da çıxardıq. Keçməliyəm yoxlanışdan. Ondan sonra davam edərik. Girən kimi adamın qabağına restoran çıxmağı da biraz adama pis təsir edir. Çünki yəni yuxudan durub gəlmişəm da bura mən. Eybi cəhənnəm, sırazu bir dənə kurtkamı çıxardıb bura verib, qayıdıb restoranda yeməyimi yeyəcəm. Kurtkamı çıxartdım, verdim, belə kurtkama rəqəmin verilir. İndi gedirəm kassa ödəniş eləməyə. Deməli, mən götürəcəm Marion və Termo. Termonı da göstərəcəm, çünki Termo daha qəşəkdir. Burada var, spa da var, o elə də xoşum gəlmir. İndi menyunu göstərim sizə. Bir də onu deyim, əgər Mariona gəlirsinizsə, ən yaxşısı özünüzlə dəsmal və tapışqa gətirin. Çünki burada çox bahadır. Dəsmal alsaz, tapışqa alsaz, haradasa 1500 rubl pul verəsiniz, bəlkə də çox. O da 30 manatlı soxun da verirsiniz, o da bir video çəkmək. Nəysə, indi gedək ödəniş eləyim, menyunu da göstərim sizə. Bura gəlməli olsaz, ən salamat akvapark və spanı seçin. 3250 rubl, elə də baha deyil, 62 manat pul eləyir. Saat 10-a kimi istədiyiniz kimi əylənə bilərsiniz. Termo götürməyi isə məsləhət görmürəm, çox sıxıcı yerdir. Deməli, ödənişimizi elədik 3250 rubl. İndi isə girəcəyik, götürdüm akvapark və spa, bayaq səhv saldım. Sən demə termo deyilmiş, spaymış. Girək, indi içərini də göstərəcəm, mən burada arıca bir. Spasibo. Все, тоже заберу. Spasibo. Deməli, akvapark və spa götürməliydik. Mən hər dəfə səhv salıram bura. Hər dəfə elə bilirəm ki, termodur. Sən demə termo aşağı mərtəbədə. O mənası yoxdur. Yəni gəlirsə termo götürməyin. Ən salamatı akvapark və spa. Çünki ora belə güya Qresiyadasınız da belə bir şey. Bilmirəm də Azərbaycan dilində necə deyilir ora. İndi razivavka da yapacağıq. Buradan sonrasını çəkəcəm. Burada olmaz deyən zamanın götürmədi görsənməsin. Baseynə girməmişdən qabaq, yəni baseynə girməmişəm, girdim duş aldım ki, yəni təmiz bədənlə girim baseynə. Bilirsiniz ki, ac idim, evdən ac-acına çıxdım. Tez bazar bir dənə özümə
chicken burger belə. Bir dənə kola, bir də pendir sousu götürdüm. Ümumi olaraq 603 rubl pul tutdu. Sonra mən dedim ki, Johnny Astra basmır. Burada necə alırlar onu deyim. Burada qolbaqlandı. Nə alırsasa qolbağa vururlar. Deyəsən Azərbaycanda da bir neçə akvaparklarda belədir. Nəysə, indi yeməyimi yeyim. Girib bir atraksiyonlara minib sizə də göstərəcəm nə cür bir atraksiyonlardır. Yəni fərqi yoxdur. Qışda, yayda istəyirsinizsə Mariona gəlib içmə bilərsiniz. Yəni bu bir reklam deyil, prosto yəni. Mən hər dəfə bura gəlirəm. İstədim ki, kimsə Moskvada və ya Rusiyanın hər hansısa bir başqa şəhərində qalırsa, qışda ürəyi çimmək istəyirsə, akvapark istəyirsə, gəlsin Marionda çimsin. Nəysə, uzatmayaq, yeməyimizi yeyək. Tək gəldiyim üçün mühafizəyə verdim ki, bir dənə qardaşımsa mənim videomu çəkdi, öz abunəçilərimə göstərim ki, yəni güya mən üzə bilirəm də. Bir də onu deyim ki, su çox super idi. Nə isti, nə soyuq. Tam orta şəkildə. Yəni nə üşüdüm, nə də ki belə çox isti oldu demə. Belə deyib, başa düşündə də bir dənə kəllə vurdum, elə onunla da söhbət qurtardı. Sonra gəldim bu balıqların yanına. Əslində mənə maraqlı deyildi. Prost dedim ki, yəni çəkim, sizin üçün maraqlı var da bəlkə. Güya bunlar ayağın dərisini soyub peeling edir. Düzdür, bir pox da yemirlər. Prost elə yalandan ayağımın tüklərini yeyirdilər. Bir də yalayırdılar ayağımı. Yəni başqa bir şey görmədim. Belə bir mənzərə ilə qarşılaşdığınız üçün çox üzr istəyirəm. Sadəcə balıqları çəkmək istirdim, amma ki, yəni başqa cürdə çəkənməzdim. Ayağımın qılları 100% görsənməli idi. Neynim yəni, gelim ayağımın qıllarını qırxım. Конечно yox, biz mujikik. Bunun isə qiyməti 590 rubl idi. Bizim pulla hardasa 11 manat. Belə sakit oturmuşam, fikirləşirəm. Mənim o qədər borcum var. Mən burada nə pox yeyirəm axı, yəni çıxıb gedim evə də. Peelingdən çıxan kimi qızdan xahiş elədim ki, bir dənə videonu çəkdə burada sürüşüm. Elə onunla da qızı başa düşdü ki, yəni mən həqiqətən də dağılbayım. Yola verdi, çıxdım, getdim. Nəysə, mənim yaşayışım yoxdur, hiss olunur yəni. Sürüşüb qutarandan sonra qalxdım 3-cü mərtəbəyə ki, bunlara minim. Yadıma düşdü ki, bir əlimdə telefonla mən necə sürüşəcəm axı, yəni mənası yox idi. Gördüyünüz kimi də prosto sürüşürsən və baseynin dibidir. Yəni sən gedib baseynə tullanmırsan da, elə belə sürüşsən dayanır. Mənası yox idi, burada aşağıdaydı. İstədim onu da göstərəm, o da düşmədi, yəni soxum belə video. Nəysə, o sürüşkənin başını buraxıb gəldim bu unitaza. Burada da ki, yəni yaxşı oğlan, bal oğlan. Burada unitazdan fırlananda düşürsən 2 metr dərinlikdə olan bir suya. Bunu bilmirsənsə, üzməyi bilmirsənsə vəbşi, Allah sənə rəhmət və rahmət eləsin. Nəysə, sıra gəldi, çatdı mənə. Elə mən də sürüşəndə yolda fikirləşirdim ora çatana kimi də. Bir də qalxıb 3-cü mərtəbə telefonu götürmək var da, yəni. Tək video çəkmək belə bir zülüm bir şeydir. Ona görə də ən salamatı, gəl adam kimləsə gəlib burada video çəkərdi, cəhənnəm, sizə görə dəyər. Ona görə də videonu like edib kanala abunə olmayı yaddan çıxartmayın. Videonu tək çəkdiyim üçün beynim getdi. Biraz əziyyət çəkirəm, çünki telefon verirəm, orada gözləyirlər. Təzədən 3-cü mərtəbəyə qalxıram, düşürəm. Belə yorulur adam, amma dəyər. Yox, həm əyləndirəm, həm video çəkirəm sizlər üçün. İnşallah bəyənərsiniz. Mən onsuz burada çox olmuşam. Dedim prosta Rusiyada və ya Rusiya gəlmək istəyən Azərbaycanlılar və ya Moskvada qalıb buranı bilməyənlər üçün dedim belə bir şey çəkim. Gəlib burada əylənə bilərsiniz polunu. Birazdan Spaya da gedəcəm, oranı da göstərim sizlər üçün. Yəni bunların hamısı çox ucuz qiymətədir. Həm əylənirsən, həm istirahətli edirsən, biraz arıqlayırsan. Səsin pis gələ bilər, çünki bura səs küyüdür. Vaxt gəldi, çatdı. Bunun adı nədir? Semeyna Gorka. Deyəsən tək çimənməyəcəm. Yoxlayaq da, baxaq kimi tapırıq burada, eyb yox. Bir yerdə sürüşərik. Prosta ən əsası odur ki, belə adam tapım ki, kimsə məni çəksin, çəkə bilsə o da. Şunu çətindir, amma neysə. Yəqin ki, dəyər. Birinci aşağı düşəndə riski adamda belə bir hiss olur. Elə bir ki, nəfəs alamırsan, samolyota minənlər bilər. O ki, samolyot qalxanda olur, onun elə bir ki, 10 qatı. Elə elə ki, qarnın ağrıyır da bir neçə saniyəlik. Prosta
gedə bilmirsən, belə bir şey, nəysə. Bura isə tək çimmək istəyən ailələr üçün də nəzərdə tutulmuş yerdir. Heç onu görməmişdim. Son olaraq isə dedim bu köpürdəyən baseynə gireyim. İnşallah telefonu düşməz, bilet. Su istidir. Yox, su çox istidir. Nə olar, telefon yanar, bozulma ki. Təzə telefon alarıq. Səsim birəm, elədir, gəlmir. Birazdan gələcəm spaya, orada daha çox istirahat eləməyə. Çünki buradan yorulursan, gedirsən orada istirahat eləməyə. Səsim gəlmir, bilirəm, öz-özümə danışıram. Amma nə olar. Oy, belə, götümə necə qoyur axtarını olur. Götüm dağıldı ya, oy, belə. Neyse, gəldik çatdıq, akvapark mənzərəmizin sonuna. Bu sağda gördüyünüz hissələr isti baseynlərdir. Gördüyünüz kimi ailə çəkildir. İndi isə gedirik spaya. Sauna isə razdivalkanın tam sonunda yerləşir. Burada gördüyünüz kimi Addaxni spa, yəni ki spaya girişdir. Sol tərəf spadır, aşağı isə termodur. Yəni bayaq da dediyim kimi termo almağa dəyməz, yəni çox mənasız bir yerdir. İndi isə düppələmdiz yolumuzu gedirik. Mən də özüm üçün uzanmışam, burada səsləndirmə edirəm. Üzüstü uzanmışam. Yəqin hiss edirsiniz də səsimdən, yəni belə bir ki belə nəysə də, yəni başqa şeylərdir. Bax bu girişdir. Girdik, burada nə edəcəyik onu deyim. Necə girdinizsə qolbağı vurub girirsiniz. Burada da elə. Qolbağınızı vurdunuz, keçdiniz içəri. Sağda resepşndir. Əgər masaj istəyirsinizsə resepşna yaxınlaşıb 1 saat əvvəldən özünüzə seans götürürsüz. Girirsiniz Tayski qızların masajına. İçəri girən kimi isə baxın belə bir gözəl bir mənzərə var. Güya bura Qresiyadır. Yəni belə deyirlər də, yəni dizaynı o şəkildə ediblər. Qreyçeski də, понимаешь? Не понимаешь, mənim belə nəysə. İndi buradan qalxacaq saunaya. Onları göstərməmişdən qabaq sizə göstərmək istədiyim baxın bu yer var. Qırmızı olanlar isti su, soyuq olanlar isə buz sudur. Və burada istidən soyuğa keçirsən, soyuqdan istiyə keçəndən sonra isə hiss edirsən ki ayağında nəsə netodur, yəni yandırır. Fikirləşin ki bu sizin üçün arxa fon bir dənə səsləndirmə edim. Nə qəşəng istidir. İndi bir dənə ayağı salırsan xəbərin yoxdur. Buz kimi su. Hiss edirsən ki nəsə bələt o deyil. Tez bazar buradan çıxmaq istəyirsən ki, ayağı istiyə qoyasan, rahatlayasan. Amma o elə deyil. İstiyə qoyan kimi hiss edirsən ki, ay kişi, ayağında nəsə elə bir ki, acı biber sürtüblərdi. Mən burada dayandım. Nəyə görə dayandım onu deyim. Çünki belə ayağım yanırdı. Soyuğa girsəm, vap bir şey yandıracaqdı. Dedim, poxu, gedim. Girdim soyuğa. Soyuq ləzzət elədim. İsti ondan, yəni belə poxdur da. Girən kimi 1-2 saniyə sonra hiss edirəm ki, yenə elə bir acı biber sürtüblər ayağıma. Tez bazar tez soyuğa keçməlisən. Başa düşürsən? Yəni bu sizin üçün metod da, başa düşürsünüz? Yəni məsləhət görərdim, bu xeyirlidir, prosta yəni mənə xeyir eləmədi, hiss eləmədi. 1-2 pilləkən qalxan kimi görürsünüz ki, belə baseyndə ailəvi şəkildə hamı gəlib istirahət edir. Düzdür, bəzən başqa şeylər də görə bilərsiniz baseynin içində. Ona görə də məsləhət görmürəm ki, 18 yaşdan aşağı uşaqlar bura gəlsin. Çünki burada bəzi şeylər baş verə bilər və siz onları görüb tərbiyəsiz ola bilərsiniz, onu deyim. Baxın, mən daha çox bu baseynləri xoşlayıram, bu yumru gördüyünüz. Zevslə gələndə həmişə orada girib oturuq və ən salamatı isə bu saunadır. Bu ən superdir burada, çünki orada dəhşət isti olur, o adama ləzzət. Və Marionun arxası belə bir meşəlikdir, çox gözəl görsənir, bilmirəm, indi sizə xoşunuz gəlir ya yox. Amma mənim çox xoşuma gəlir belə mənzərələr və çıxırsan belə istirahət edirsən. Düzünü desək isə mənim ən çox istifadə elədiyim bu türk hamamıdır. Bunun isə türk hamamından fərqi odur ki, içəri dəhşət dumandır. Elə bir ki, buharlı hamamla türk hamamını qarışdırıblar. Yəni bir sözlə bura girsən, it yiyəsini tanımır. Bu hamamın türk hamamından bir balaca fərqi odur ki, türk hamamı biraz soyuq fason olur, yəni isti olmur. Amma burada dəhşət nəfəs almaq mümkün deyil. Elə bir ki, buharlı hamamla türk hamamını birləşdiriblər. Ona görə də spada ən sevdiyim hamam növlərindən biri də budur, bunların olan. Çünki burada siz necədir? Girirsən içəri elə də çox isti deyil. Yəni dəhşət isti deyil də, amma türk hamamından bir balaca istidir. Amma içəridə gəzdikdə o hansı ki buhar hamamlar olur, isti gəlir. Baxın, ekran parlanır gəzdikcə. Ona görə də telefonla çıxmalı olacaq, görsənmirəm. Yəni belə, yəni burada it yiyəsini tanımır, belə deyək. Hədəs, exo. Gözü bilə mahnı oxuyum. Yalğızam, yalğız, gəl məni götür buradan. Mən səsimə soxa var. Mən müğənni olsaydım Oğraş Diyavan deyən heç kim qabağımda duranmazdı. Nə Aygün Kazmova, nə Röya Ayxan, heç kim qaqaş. O yadımdan çıxa demək, burada bir çox hamam növü var. Hardasa bir
8 və ya ondan çox hamamlar var. Burada belə bir yer var. Buz pişerası kimi. Bilmirəm pişera Azərbaycanda nə deyirlər. Nə deyirlər ona? Nəysə də ondan. Salam əleykum. Allah qurtarsın. Salam, salam. Durub göh tikməli özümə baxım. Sıstraq. Ay belə bir də uzanaq göyəndə. Şeydə, Naxçıvanda. Naxçıvanlılara da buradan aqromlu salam var. Özüm yaxın tuturam ki, döşlərim görsənməsin də, başa düşürsünüz. Cəmaatın anası, bacısı var. İçəridə 2 dənə oğlan oturmuşdu. Gözlədim onlar çıxsınlar ki, mən də sizə mənzərəni göstərim. Belə bir mənzərədir. Amma yəni heç bir fərqlilik yoxdur. Elə bir ki, öz otağımda oturmuşam elə. Nəysə dostlar, videomuzun sonuna gəldik. Video xoşunuza gəlsə videonu like qoyun. Mənim də göy xəbərim yoxdur. Elə oturmuşam ki, öpürəm sizi, özünüzə yaxşı baxın.